Hər vaxtınız xeyir olsun, hörmətli seyircilər. Xalq TV-nin bugünkü qonağı tanınmış jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlıdır. Elçin müəllim, sizi xoş görmüşük studiyamızda. Məqsədimiz, məramımız, əsas mövzumuz qarşıdan gələn Azərbaycan milli mətbuatının 150 illiyidir. Bax, bu 150 illik münasibətilə əvvəla sizi təbrik edirik və bu əsr yarımlıq yolla barədə nə deyə bilərsiniz? İlk növbədə məni dəvət elədiyinizə görə təşəkkür edirəm. Sizin də bayramınız mübarək olsun, çünki bu bizim hamımızın bayramıdır. Əsr yarımlıq böyük yoldur, təbii ki, olduqca böyük yoldur və mən bu yolu adətən öz aləmimdə təbii ki, 3 mərhələyə bölürəm. İlk mərhələ təbii ki, əkinçidən başlayırıq 1870-ci ildən. 75-ci ildən. Çünki mətbuat gününün qeyd olunmağının da bir tarixçəsi var. Demək, Sovet vaxtında yadınıza gəlirsə may ayında. Mayın 5-i. Mayın 5-də qeyd eləyirdilər. Amma 90-cı il 20 yanvar hadisələrindən sonra demək ki, Azərbaycan Jurnalistlər İttifaqı hələ o vaxt SSR Jurnalistlər İttifaqının tərkibində idi. O vaxt sədr mərhum Allah rəhmət eləsin, Hacı müəllim idi, Hacı Hacıyev. 20 yanvardan sonra Bakıda kütləvi demək, tədbirlər keçirmək mümkün deyildi. Plenumu yığıb Gəncədə plenum keçiriblər və SSR Jurnalistlər İttifaqının tərkibindən çıxmaq barədə plenum qərar verib. Ondan sonra Jurnalistlər İttifaqı deyil, Jurnalistlər Birliyi oldu və təxminən səhv etmirəmsə, səhv etmirəm, 91-ci ildə o zaman ölkə rəhbəri Ayaz Mütəllibov idi. Hacı müəllim məktub yazdı ki, artıq SSR-nin bizə heç bir aidiyyatı yoxdur. Biz də ittifaq olaraq çıxmışıq onların tərkibindən, yəni Jurnalistlər Birliyi deyirdi. Və bizim də öz milli mətbuat jurnalistika günümüz olmalıdır. Ona görə təklif edirəm, Əkinçi qəzetinin ilk nömrəsi çıxan günü bəs jurnalistika günü elan edilsin. O vaxt Mütəllibov qol çəkib, amma bir elə yalnız Heydər Əliyev hakimiyyətə gələndən sonra, təxminən onun üstündən 1 ya 2 il keçəndən sonra o qaldırdı dövlət səviyyəsinə. Bunu bütün ölkədə qeyd etdilər. Rəsmilik yalnız kağız üzərində var idi, amma onu qaldırmaq məsələsi. Reallaşdırdı. Gerçəkləşdirdi və ondan sonra biz demək bu günü qeyd edirik və sonradan bayaqdan jurnalistika günü deyirəm, ad transformasiya oldu, mətbuat günü oldu. Hərçənd indi bilmirəm nə qədər doğrudur, çünki jurnalistlər tək mətbuatda deyil, indi televiziyada da var, indi yeni platformalar meydana çıxıb, nəysə gələcəyin işidir, bəlkə adını dəyişdirdik sonra. Bu 3 mərhələdir. Birinci əkinçidən başlanır və demək, Cümhuriyyət devri və nəhayət Azərbaycanın Bolşevik Rusiyası tərəfindən işğalı. Bu mərhələ bitir. Yəni, orada müxtəlif bizim o zamanacan mətbu orqanlarımız olub, əkinçidən tutmuş Molla Nəsrəddin və rus dilində də mətbu orqanları olub, az olmayıb yəni. Amma Azərbaycan dilində bir o qədər populyar olmayıb, çünki əhali mütləq əksəriyyəti savadsız idi, oxuya bilmirdi. Amma Bakıda indi rus dilində nəsə oxuyurdular və Molla Nəsrəddinin məhz vizuallaşmaya keçməyi karikaturalarla və altda bir-iki cümləlik nəsə yazılarla
çox böyük olmayan yazılarla bunu yəni savadı olmayan insanlar da bu karikaturaya baxıb nəsə anlaya bilərdilər. Daha sonra təbii Sovet devri başlayır. Sovet devrinin jurnalistikasını heç mən saymıram, saya da bilmərəm. Çünki o dövrün jurnalistikası ustalar yetişdirib. Özü o ustalar, belə deyək, bir çox hallarda lazım gələndə ezop dilində də yazıblar. Sətir altı mənaları və çox dərin mənaları olub. Deyiblər ki, qızım sənə deyirəm, yəni gəlinim sən də eşit. Və mən belə düşünürəm ki, orada qələmdən istifadə, qələmlə işləmək bacarığı bəlkə də indikindən daha güclü olub. Ola bilsin, mənlə razılaşmasınlar, tam razılaşmayanların da buna haqqı var. Amma mən belə düşünürəm ki, o zamanlar həm də jurnalistika belə kütləviləşməmişdi. Biz bilirik ki, mürəkkəb şeydir, peşənin, jurnalistika peşəsinin. Öz incəlikləri var, etik normaları var. Təsadüf adam onları nə bilsin? Təbii. Və həm də bir çox hallarda indi yeganə bir şey ola bilər ki, tutalım hansısa görüntünü çəkir, göstərir. Buna indi nəsə demək çətindir. Amma indi o deepfake-lər deyilən şeylər də çıxıb. Məsələn, mənə neçə dəfə bu yaxınlarda zəng vurub deyiblər ki, bəs sən, nə bilim, hansısa bir bankı və onun, nə bilim, nəyini reklam eləyirsən? Deyirəm, qardaş, mən hara bankara, nə reklam, nə də fake imiş. Yəni, onu hətta indi Prezident İlham Əliyevin adından da o cür yalançı deepfake-lər eləyirlər. Yəni, texnologiyalar belədir, amma ağlı üstündə olan adam onu başa düşəcək. Yəni, bu da bu media savadlılığı dediyimiz bir məfhum var, onun nəticəsidir. 80-ci illərin lap sonu, 88, 89, 90 bizim yeni müstəqil jurnalistikamız yarandı. Bizim indi Yeni Musavat o vaxt çıxdı, Azadlıq çıxdı, Azərbaycan qəzeti çıxmağa başladı. Düzdür, biraz format tamam başqa idi, amma Azərbaycan qəzeti idi. Sabir Rüstəmxanlı orada baş redaktoru idi. İsmail Şıxlı, Bayram Bayramov, bir çox bizim yazıçı şairlərimiz o redaksiyanın içində çox fəal çalışırdılar. Və gözəl də qəzet idi. 20 yanvardan sonra Xalq qəzetində, o zaman Xalq qəzeti deyildi, kommunistdə çalışan uşaqlar, Səhər qəzetinin bir xüsusi buraxılışını çap eləmişdir. Səhər adlı buraxılış, kommunistin buraxılışı. Əsas kommunistin Məzahir idi, Araz idi, hamı orada iştirak eləmişdi. Rəhmətlik Rüfət idi, Rüfətoğlu daha doğrusu. Bunlar yəni bizim o coşqulu vaxtlarımız idi. Sonra demək bizim yeni jurnalistikamız əmələ gəldi. Yeni jurnalistika çox döyüşkən idi, savadlı idi, onu deməliyəm sizə. Boş-boş şeylər yazmırdılar. Yalandan informasiya demək olar ki, yox idi. Ümumiyyətlə yox idi və bir məqam var idi. Təbii ki, o vaxt Qlavlit deyilən bir təşkilat var idi. Senzura bir çox hallarda həm məzəli əhvalatlar olurdu, həm də yəni əsəbilik də olurdu. İndi senzuranın özündə də məsələn bir dəfə Azadlıq qəzetində material getdi. Yeni Musavatda getdi, nə bilim, hansısa daha bir qəzetdə getdi. Zerkalada baş senzor həmin informasiyanı çıxardır. Getdik yanına ki, bəs
niyə o biri qəzetlərdə gedir, bizdə niyə olmaz? Deyir, onlar müxalifətdir, amma siz müstəqilsiz. Onlar sizdə olmaz. Yəni, məntiq də qəribə idi, amma hər halda indi belə şeylər də olurdu. Və o jurnalistika çox güclü jurnalistika idi və o jurnalistika bizim indiki jurnalistikanın əsasını qoydu, onun özəyini yaratdı. Daha sonra bilirik ki, Heydər Əliyev gələndən sonra senzuranı qaldırdı və hətta zarafatla uşaqlar çoxsu deyirdi ki, senzur olanda yaxşı idi. Deyirdi, niyə yaxşı idi? Deyir, çünki biz ağına, bozuna baxmadan yazırdıq. Ümidvar idi ki, senzur bunu çıxardacaq. İndi özümüz cavab deyil. İndi özümüz cavab deyil. Yəni, bu qəribə şeylərdir, yəni, çox maraqlı şeylər olur. Və indi də ki, bilirik ki, yeni platformalar yaranıb. Bu Facebook'dur, Instagram'dır. Sosial şəbəkələr. Sosial şəbəkələrdir və burada jurnalistikanın salamat qalmağı üçün gərək çox çalışaq. Amma hər halda 150 ildir durmuşuq. Mənə elə gəlir, bundan sonra da dözməliyik və davam gətirməliyik bu işlərə. Elçin müəllim, sizin atanız bizim böyük ədibimiz İsmail Şıxlı həm də jurnalist adını haqq eləyir. Bayaq da dediniz, Azərbaycan qəzetində çıxışları olub, onun məqalələri, məktubları, gündəlikləri var. Yazıbdır, xüsusilə də müharibədən. Azərbaycan jurnalının da redaktoru Bəli, Azərbaycan jurnalının da bir neçə il baş redaktoru olub, xatirə dəftəri olub müharibədən. Yəni Kommunist qəzetində 40-cı illərdə işləyib. Bizim qəzetin 105 illiyində araşdırmalarda bəzi qeydlər vermişdik. Yer gəlmişkən bayaq Milli Mətbuat Gününün təsisi ilə bağlı dediniz, Hacı Hacıyev. Elə bu yaxınlarda onun da 100 illiyi ilə bağlı bir səhifə material vermişdik. O şeylər də xatırlanırdı. Mətbuatımızın 150 illiyi ərəfəsində mətbuata aid yubileylər də, əlamətdar günlər də çox olubdur. Sizin qələmə, belə deyək də, sarılmağınızda İsmail müəllimin nə kimi rolu olub? Yox, əslində, bilirsiniz, söhbət ondan gedir ki, insan hansı mühitdə böyüyürsə, o mühit istər-istəməz ona təsir edir. Bayaq gördünüz, mən bu otağımıza girəndə, daxil olanda kitabları gördüm və mənə ləzzət elədi sözün doğrusu. Çünki gözümü açandan mən kitab görmüşəm. Atamın kitabxanasıdır, başqa yerlərdə. Hər halda biz hamımız kitablarla böyümüşük. Ona görə yəni kitab oxumuşuq, indi kimi deyil. Uşaqlar indi son zamanlar gözləyməsin kitab oxumağa meyli artır, amma bir 20 il var idi ki, kitab deyilən dəhşət soyuma getmişdi. Gənclər ümumiyyətlə kitab tərəfə baxmırdılar. İndi yavaş-yavaş dirçəlmə gedir və bu çox yaxşı bir şeydir. Bilirsiniz, indi bir var, biz indi yeni daşıyıcılar var. Nə bilim, telefonlardır, smartfonlardır, nə bilim, kompüter, o yan, bu yan. Çox adam da hamı smartfonlardadır. Amma smartfonda Victor Hugo'nu oxumaq olmaz. Yəni, onun o dərinliyi çata bilməz. Hətta indinin özündə araşdırma aparsaq, biz görəcəyik ki, ümumiyyətlə insanların, belə deyək, informasiyalılığı, xəbərlərdən xəbərdar olmaqların sahəsi çox genişdir. Amma burada biz dərinliyi itiririk. Amma indiki bu informasiyada özünüz də baxırsınız. Bu saat ən az demək işlənən peşə jurnalistikada korrektordur. Qəzetlərdə indi siz qəzetdə çalışırsınız. Mən özümü qəzetçi hesab edirəm, çünki 24 il qəzet redaktor eləmişəm. Korrektorsuz olmaz. Amma indi baxırsan, oxuyursan, nə bilim, bir cümlədə bəlkə 2-3 səhv var. Dəhşət. Və bu həmin səhvlər bəzən elə olur ki, özüm də çaşıram ki, bu söz belə mi yazılır, yoxsa belə mi? Çünki
o göz o qədər o səhv yazıya rast gəlir ki, o təhtil şuurda artıq yığılır qalır. Yəni elə şeylər çoxdur və mən düşünürəm ki, hələ bizim bundan sonra jurnalistika peşəsini və peşəkar jurnalistikanı qorumaq üçün çox iş görməli olacaq. Bir halda ki, yubiley səbəb oldu görüşümüzə, Azərbaycan Milli Mətbuatın 150 illiyi. Mən istərdim siz Azərbaycan Jurnalistlər Birliyinin, əvvəlki Azərbaycan Jurnalistlər İttifaqının bir tarixinə də ötəri nəzər salasınız, olarmı? Azərbaycan Jurnalistlər İttifaqı ən qədim jurnalistika təşkilatıdır Azərbaycanda. 59-cu ildə yaradılıbdır. O zaman ideologiya üzrə katib Şıxali Qurbanov idi. Yəni aşağıdan təkliflər gəlmişdi və yəni belə deyək, SSR miqyasında təşkil olunan bir şeydir. Təbii oradakı ittifaq əvvəldən var idi biraz. Sonradan 59-cu ildə burada ilk plenum keçirildi. Aparıcısı da, onun təşkilatçısı da bir çox hallarda Şıxali Qurbanov idi. Və ondan sonra bu jurnalistika təşkilatı yarandı. Güclü bir təşkilat idi. Və burada onun böyük, yəni tanınmış jurnalistləri, yazıçıları sədrliyini eləyib. Və mən, məsələn, mənim bir tələbə yoldaşım var idi. O Bakı qəzetində çalışırdı. Sonradan Moskvaya köçmək istəyirdi, amma Moskvaya köçmək üçün Jurnalistlər İttifaqının üzvü olmaq kömək eləyirdi ona. Bu ittifaqın çox güclü zamanları olub. Təbii sonra SSR dağılandan sonra demək dövlət dəstəyi də olmadı və ondan sonra Jurnalistlər Birliyi yəni indi öz gücünə bir də o üzvlük haqlarının hesabına biraz belə fəaliyyət göstərir. Düzdür, fəaliyyətindən mən razı deyiləm, amma indiki şəraitdə nəsə biraz başqa cür alınmır. Və Azərbaycanda məndə olan siyahıya görə 200-dən artıq media təşkilatı var. İndi təsəvvür edin bu konglomeratın içində jurnalistlər birliyi olaraq nəsə bir iş görmək nə qədər asandır, yaxşı. Bəlkə Mətbuat Şurası ilə, Medianın İnkişafı Agentliyi ilə birgə bir fəaliyyət sayəsində nəsə etmək olarmı? Yox, olar, təbii ki, olar və Mətbuat Şurasının təsisçilərindən biri də Azərbaycan Jurnalistlər Birliyi idi. Çünki o zaman bilirsiniz, müəyyən məqamlar oldu, mən çıxdım oradan. Ona görə, yəni orada bir elə antagonizm yoxdur. Eləmək olar elə şeyləri. İndi sağlıq olsun, bəlkə də bu yubiley tədbirlərini keçirək, ondan sonra yeni bir səhifə açmağa ehtiyac duyular. İnşallah. Yer gəlmişkən, yubiley ilə bağlı nəsə nəzərdə tutulurmu bu yaradıcılıq təşkilatları, birlikləri tərəfindən? Yox, mənim yəni ayrıca Zərdabi mükafatımızdır. Onu təqdim eləyəcək və dövlət səviyyəsində tədbirlər olacaq. Medal da təsis olunubdur, bəli. Bəli, medal da 150 illik medalı. İndi o dövlət səviyyəsində olan şeylərdir. Yəqin ki, indi biz də hər hansı bir şəkildə ora hər halda qoşarlar. Birliyin xidmətləri sizdə faktlarla qeyd ediləcək danılmazdır. Jurnalistlər İttifaqı mənzil belə verə bilirdi. İndi tamam başqa vəziyyətdir. Tamam başqadır. Yəni onu da o xeyri də görmüşəm mən şəxsən özüm. Sonra bu Həsən və Zərdabi mükafatını da çox sağ olun, sizin vaxtınızda almışam, şəxsən siz vermişsiniz. Yəni danılmazdı. Bugün indi ola bilər, biraz səngiyib fəaliyyət müəyyən səbəblərdən, amma ümumiyyətlə xidmətləri danılmazdı. Siz Zerkala dediniz,
türk şairi olub. Ziya Paşanın bir iki misrası yadıma düşür, bura qeyd edirəm. Aynəsi işdir kişinin, lafə baxılmaz, şəxsin görünür rütbə-i əqli əməlində. Mən bunu sizə aid edirəm, bu Ayna, Zerkala qəzeti əvvəl dediyiniz vaxtlarda deyəsən rusca çıxırdı. Siz orada baş redaktor müavini idiniz, amma sonra bizim əsrin əvvəllərində bir 13-15 ildə baş redaktor oldunuz. Ayna, Zerkala 2001-ci ildən 2000... Niyə o dayandı? Niyə? Bəs o nətər? Düz indi sayt işləyir, amma... Dərinə geçsəm şikayətlənməliyəm, amma şikayətlənmək istəmirəm. Mən məsələn 24 il işlədiyim devirdə özümü dolandırmışam, qəzet olaraq yəni. 150 adam işləyirdi bizdə, texniki heyətlə bir yerdə. Yəni 150 iş yeri var idi. Bu iş yerləri bağlandı. Düz indi uşaqlar özlərinə iş tapdılar falan, kim tapdı, kim ölkədən çıxdı, getdi. O tamam başqa bir şeydir. Amma demək bizdə həmin devirdə və indinin özündə də elə müəyyən məqamlarda qalır. Söhbət ondadır ki, informasiya daşıyıcısı, yəni informasiyanın yiyəsi, o informasiya ilə işləməyə əvəzinə mətbuatla işləməyə üstünlük verir. Mətbuatla işləmək təbii lazımdır, amma tamam başqa şeydir o. Sən informasiyanı elə şəkildə onu yayan qurumlara, platformalara ötürməlisən ki, onlar da, yəni, belə deyək, hərənin təbii ki, öz marağı var, sənin maraqlarına mane olmasın. Amma bundan ötürü gərək beyin işlədəsən, əziyyət çəkəsən, oxuyasan, müqayisə eləyəsən və ağıllı nəsə bir cavab verəsən. Elçin müəllim, sizin ixtisasınız İngilis dili, İngilis, Alman dili. Alman dili. Tərcümə kitablarınız da var. Bildiyim qədərincə 2-3 tərcümə kitablarınız var. İndi bu qəzeti də buraxmırsınız, saytla və birliyin fəaliyyəti ilə məşğulsunuz. Yenə də əlinizdə varmı tərcümə ediləsi bir kitab? Ya məşğul olmursunuz? Yox, indi tərcümə ilə məşğul olmuram. Nəyə görə? Bilirsiniz, mən 2 tərcümə kitabım çıxıb. Oscar Wilde'ın Seyirli nağıllarıdır. Bir də Əziz Nesin'in Futbol Kralı romanı. Mən onların üzərində illərlə işləmişəm, o tərcümənin üzərində. Yəni, bir dəfə tərcümə eləmişəm, qoymuşam qırağa, təzdən bir də baxmışam. Təbii, indi İsmail Şıxlı var idi, atama vermişəm, ondan müzakirə eləmişik. Təsəvvürünüzə gətirin ki, indi redaktorlar işləyib üzərində. Hər nöqtəsinə, vergülünə, sözünə fikir verib, ondan sonra kitab şəklində çıxıb. Həm də indi Sovet vaxtında kitab buraxmaq çətin idi, indi kimi deyildi. İndi o qədər tərcümə ədəbiyyatı var və o qədər səviyyəsiz tərcümələr var ki, mən baş qoşmaq istəmirəm. Sətir, xaltura naminə, nə bilim, qazanc üçün. Yox, indi salırlar Google-a, nə bilim, indi də ChatGPT çıxıb, yapay zəka. İndi onlar yaxşıdır, təbii işi yüngülləşdirir, amma bir var sən əsəri oxuyursan, onu duyursan, hər kəlməsinin üstündə əsirsən. Burada elə şey yoxdur. Bu kütlə belə işləyir. Özdə bir də görürsən, gəlir ki, mən 15 dənə nə biləm, əsər tərcümə eləmişəm, bala, nə inəyibsən? Oxuyursan, peşman olursan ki, mən niyə oxudum bunu? Belədir. Əsəb yaradır. O nöqteyi nəzərdən indi həm də belə deyək də xırda materialları da, yəni indi texnologiyalarla çox tez şəkildə tərcümə eləmək olur. Amma o dərinlik dediyim şey, o nəsə tutmaq olmalıdır. İstiliyi olmalıdır, nəfəs olmalıdır. Nəfəs olmalıdır. Sonra indi necə deyim sizə? Bax, indi siz qəzetdə işləyirsiniz, onu texnologiyanı yaxşı bilirsiniz. Neçə əldən keçir bir material.
müxbir yazır, onun nə bilim redaktoru oxuyur, şöbə müdürü oxuyur, nə bilim baş redaktor müavini oxuyur, korrektor oxuyur, sonra ədəbi redaktor oxuyur, bir də axırda növbətçi oxuyur. Neçə mərhələdən, neçə süzgəcdən keçir. Amma burada birbaşa nə yazdın, hop, getdi. Nəşriyyatdakı redaktorlar da elə baxmırlar. Yox, redaktorlar da o kütlənin arxasınca çata bilmirdi. İndi hamı ingilis dilini bilmir ki, hə, biznesi nə olsun? Sonra deyir ki, kitabı oxumalı. Mənəvi tələbat yox, biznes ön plana keçir. Ondan başqa, məsələn, bizim indi Azərbaycanca yazan müəlliflərimiz də var. Bir çoxları dili yaxşı bilmir. Gənclərə nə arzulayardınız sonda? Gənclərə oxumağı arzulayardım. Nə mənada? İndi mən 10-15 il bundan əvvəl bizim Bakı Dövlət Universitetinin jurnalistlikdə dərs deyirdim. Təsəvvürünüzə gətirin, auditoriyaya girəndə ilk sualım buydu ki, kim jurnalist olmaq istəyir, yaxud olacaq? Bir 25 nəfərdən 2-3 əl qalxırdı. Bəs siz nə edirsiniz? Test üsuluydu, nə bilim, nə idi, nə idi. İstənilən halda mən onlara deyirdim ki, indi bunu oxuyub bitirməlisiniz bu kursu və hansı peşəyə gedirsiniz, gedin. Siz öz fikrinizi ifadə etməyi bacarmalısınız. Şifahi şəkildəmi, yazılı şəkildəmi, siz bunu etməyə bacarmalısınız. Səhih olmalıdır, bəli. Yəni, bilinməlidir də. Ona görə oxumaq lazımdır. Yəni, oxuduqca insanın beyni işləyir, yəni o mənada. Bir var, nə bilim, TikTok, bu, nə bilim, nə, haykük, insan əyləncəyə gedir və beyin çox az işləyir. İstənilən halda müəyyən şeylər var ki, müasirləşdikcə daha rahatlayır. Nəsə qazanırıq, nəsə itiririk. Hə, o şeyləri biz... Gənclər nəzərə alsın. Onun hamısını nəzərə almalıyıq. Amma oxumaq mütləq. Bədii ədəbiyyat. Bədii ədəbiyyatın təbii indi kimsə texniki ədəbiyyat oxuyacaq, o öz yerində. Amma bədii ədəbiyyat, çünki mən görmüşəm, məsələn, atamın əmisi oğlu var idi, o neftçi idi. Azərbaycan, o köhnə məktəbin neftçiləri. Bunların məclisinə düşmüşdüm bir dəfə. Bunlar qədər ədəbiyyatı bilən mən tək-tük ədəbiyyatçı tanıyırdım. Görürsün. Çox mütaliəli və sinə dəftər idilər. Filan şey belə oldu. Filan şair belə yazdı, filan yazıcı bunu belə elədi. Yəni, neftçi ola-ola bu adamlar ədəbiyyatı bilirdilər. Yəni, bədii ədəbiyyat oxumaq mütləqdir. Oxumaq lazımdır ki, beyin də işləsin, dünya görüşü də genişlənsin və dünya görüşü nə qədər geniş olacaqsa, biz bir o qədər irəli gedə biləcəyik. Millət olaraq, ölkə olaraq, xalq olaraq. Oldu, Elçin, çox sağ olun, maraqlı söhbətə görə minnətdarıq. Təşəkkür edirəm. Hörmətli tamaşaçılar, qonağımız Azərbaycan Jurnalistlər Birliyinin sədri, tanınmış jurnalist Elçin Şıxlı idi. Çox sağ olun, gələn görüşlərə dək.